Salam, hər vaxtınız xeyir olsun. Mən Səyyarə Müseybova, FES Akademinin biologiya üzrə təlimçisiyəm. Bugün sizlərlə sertifikasiya tipli sınağımızın 3-cü mərhələsinin izahını edəcəyik. Baxaq birinci suala. Bir hüceyrəli göbələklər hansılardır? A variantında penisil və mukor veribdir. Və biz bilirik ki, penisil çox hüceyrəli göbələklərə aiddir. A göbələk və milçək qıran təbii ki, bunlar çox hüceyrəlidir. Maya və qov. Maya göbələyi bir hüceyrəli ola bilər, amma qov göbələyi çox hüceyrəlidir. Penisil və yağlı göbələk olmadığı halda bir tək bizdə variant olaraq nə qalır? Maya və mukor göbələyidir ki, hər ikisi də bir hüceyrəli göbələklərə aiddir. İkinci sual, fotosintezin sürətinə təsir edən daxili amil. Variantlarda fotosintezin sürətinə müəyyən dərəcədə təsir edən amillər qeyd olunubdur. Temperatur, işıq şiddəti, karbon qazının miqdarı, torpaqda olan su və mineral maddələrin miqdarı bu dördü xarici təsirlərdir ki, hansı ki, fotosintezin sürətinə təsir edirlər. Lakin yarpaqlarda olan ağızcıqların sayı bu artıq daxili, özünə xas olan xüsusiyyətdir, amildir ki, biz burada doğru variant olaraq Y variantını götürəcəyik, yarpaqlardakı ağaclıqların sayını. Üçüncü sual. Qapalı qabda 2 saat ərzində bölünən bakteriyaların maksimum sayı 378 olarsa, başlanğıc bakteriya sayına uyğun gələn cavabı tapın. Biz burada başlanğıc bakteriyanı necə tapacağıq? Hansı ki, ilk gördüyümüz halda baxırıq. 2 saat veribdirsə, 2 saat demək, hansı ki, N sayını tapa bilərik, nəsil sayını tapa bilərik ki, nəsil sayı nə qədər olacaq? 2 saatımız 120 dəqiqədir və burada maksimum bölünmədən söz getdiyi üçün, hansı ki, 20 dəqiqəyə böləcəyik, 120 dəqiqəyə böləndə 6 edir, yəni nəsil sayı 6-dır. Daha sonra, hansı ki, düsturla getdikdə necə gedəcək? N temiz bərabərdir nəyə? N0 vurulsun 2 üstü 6-ya. 2 üstü 6 demək də hansı ki 64 deməkdir. Yəni buradan belə çıxır ki, n-temiz nəyə bərabər olur? 64 n0-a. Aha. 64 n0-a bərabər olur və biz burada görürük ki, hansı ki düstur çıxardarkən necə çıxarda bilərik? N-temiz 64 n0 olduğu halda və bizə 378-i veribdir ki, bölünən bakteriyaların maksimum sayı. Bunu da bu hissədən yazaq. Deməli, bölünən bakteriyaların maksimum sayı demək odur ki, əmələ gələn bakteriyalardan başlanğıcı çıxmalıyıq. Əmələ gələn bakteriyamız NT-dir, yəni nə? 64 N0-dır. Bu hissəyə gəlin yazaq. 64 N0-dır. Və başlanğıc bakteriyaların sayını çıxaq N0. Bu da eləyəcək nə qədər? Verilibdir 378. Buradan da belə nəticə alırıq ki, 64 N0-dan N0 çıxdıqda olur 63 N0. O da bərabərdir 378-ə. N0-ımız nəyə bərabərdir? 378-i 63-ə böləndə eləyəcək 6. Yəni, bizə deyir ki, başlanğıc bakteriya sayımız nə qədər oldu? 6 oldu. İndi bunlara uyğun olaraq variantlarımıza baxaq. Hansı ki, qurbağanın burada xanı balığı, məməlilər qurbağa hər birini veribdir. Qurbağanın onurğa sütunundakı fəqərələrin sayı təbii ki 6 deyil. Məməllərin ümumi onurğa sütunu verib çünki. Məməllərin boyun şöbəsində fəqərələrin sayı deyil. Qurbağanın göz qapaqlarının sayı. Biz bilirik ki, qurbağada 3-cü göz qapağı da var. 3 cüt olmaqla, yəni 6 saydadır ki, doğru variantımız C olacaq. Baxaq 4-cü sualımıza. Çörək qabında bir neçə gün qalmış çörəyin üzəri yaşıl örtüklə örtülür və bu prosesi həyata keçirən göbələyin qidalanma üsulunu göstərin. Artıq yaşıl örtük demək nə deməkdir? Penisil göbələyindən söhbət gedir ki, yəni belə deyək də kif göbələyidir. Kif göbələyindən də biri penisil göbələyidir. Bu ayrıca bir məlumat. Və deyir, bu prosesi həyata keçirən göbələyin qidalanma üsulunu göstərin. Qidalanma üsulu sözsüz ki, mütləq şəkildə saprofit qidalanma üsulu olacaq. 5-ci sualımız, glukozanın oksigenli parçalama mərhələsində əmələ gələn aktiv molekullarında
216 makroergik rabitə varsa, mitoxondriya membran kanalında neçə hidrogen protonu keçər? Gəlin ən rahat olması üçün biz düsturla yazaq, yəni daha doğrusu ümumi tənliyi yazaq. Glukozanın oksigenli parçalanması necə gedəcək? C6H12, O6, üzərinə gəlirik hansı ki 6 mol oksigen, üzərinə gəlirik 36 adif, 36 mol adif və təbii ki, bircə dəqiqə, və təbii ki də 36 mol H3PO4. H3PO4. Daha sıx yazmağa çalışıram, ona görə burada indeksini düşmədi. Olsun. Alınacaq 6 mol karbon qazı, 36 mol ATF, mol ATF'dir. Daha sonra hansı ki 42 mol su və bir də ümumi nə qədər olacaq burada enerjimiz, onu da yazaq. Əlavə yaddaşımıza həkk olunmuş olsun. 2600 kilojolda enerji alırıq biz burada. İndi baxırıq makroergik rabitə. 36 mol ADF varsa və biz bilirik ki ATF daha doğrusu varsa, ATF-də neçə rabitə olur? 2 rabitə. Əgər 36 mol oldursa burada neçə rabitə olacaq? İlk öncə bunu tapırıq ki 72 makroergik rabitəmiz olacaq. Düzdürmü? Makroergik rabitəmiz olacaq. İndi biz burada nəyi tapırıq? Hidrogen protonunu soruşur. Və hidrogen protonu tənliyə baxdıqda nə qədər olur? 24. 24 əgər hidrogen protonu varsa, burada 72 nə olacaq? Makroergik rabitə var. Düzdürmü? Bəs yaxşı, bizə verilən 216-ya uyğun necə tapa bilərik? 216 makroergik rabitəyə də X hidrogen protonu düşəcək ki, buradan X-imiz neçədir? Hansı ki 72 216-ya qalxması üçün 3 vahid, yəni X-imiz eləyəcək burada ümumi 72 proton. 72 hidrogen protonu, yəni A variantı olacaqdır. 6-cı sualımız. İnsanın onurğa beyin sinirlərinin cəmi neçə düyünü var? Təbii ki, nə qədər düyün olacaq burada? 31 cüt düyün rast gəlinəcək. 7-ci sual. Çiçəkdə tozuq boruların sayı 32 olmuşdursa, mayalamada neçə qamet iştirak edir? Tozuq boruların sayını 32 verir. Və biz buradan heç də dərinliyə getmədən rahat şəkildə necə tapa bilərik? Bilirik ki, mayalamada neçə qamet iştirak edir? Qamet soruşursa, hansı ki biz burada nəyi götürürük? 3 ədəd götürürük qamet. Əgər tozuq borusunda 32 ədəd veribdirsə, burada nə qədər qamet olacaq? 32-ni 3-ə vuraraq tapa bilərik ki, biz 96 ədəd qamet alınacaq. Yəni B variantı. 8-ci sual. İnsanın ontogenezində yalnız bir dəfə çıxan dişlərin ümumilikdə çıxan süd dişlərinin bir-birinə nisbəti neçədir? Ontogenezdə yalnız bir dəfə çıxan dişlər böyük azı dişlərdir ki, ümumi üst çənə, alt çənə 6-6 olmaqla 12 ədəd eləyir. 12 ədədin nəyə nisbətini soruşur? Ümumilikdə çıxan süd dişləri. Ümumilikdə çıxan süd dişləri də 20 ədəd eləyir ki, bunun da nisbəti nə olur? 3-ün 5-ə nisbət olacaq. Yəni, Y variantı. 9-cu sual. 2 bakteriya 3 saat ərzində intensiv çoxalarsa, sonda alınan bakteriyaların, bölünməyə məruz qalan bakteriyaların və nəsillərin cəmi nə qədərdir? Baxaq burada. Hansı ki, biz burada nəyi tapa bilərik? İlk öncə 2 dənə bakteriya verib, yəni 2 bakteriya nə deməkdir? N0 başlanğıcdır. 3 saatı soruşursa, burada nəsil sayı nə qədərdir? 3 saatımız 180 dəqiqədir. Və intensiv çoxalma yadımızda qalsın ki, 20 dəqiqə bölünmə deməkdir. Buradan N sayımız olacaq 9. İndi NT-mizi tapa bilərik. NT-miz nə qədər olacaq? N0 vurulsun 2 üstü N deməkdir. N0-ı tapdıq ki, daha doğrusu verilib nə qədər? 2 bakteriya vurulsun. 2 üstü N-imiz nə qədərdir? 9-dur. 2 üstü 9. Və 2 üstü 9 da ümumilikdə 512 eləyir. 2-yə də vuranda olacaq 1024. Yəni, əmələ gələn bakteriya 1024-dür. İndi, alınan bakteriyaların, yəni 1024-ün
Üzərinə gəlirik. Bölünməyə məruz qalan bakteriya. Bölünməyə məruz qalan bakteriya nə qədərdir? Hansı ki, əmələ gələndən başlanğıcı çıxmalıyıq. Düzdürmü? İçini çıxmalıyıq. Bu formada tapmalıyıq ki, o da eləyir 1022 və bir də nəsillərin cəmi. Nəsilimiz də nə qədərdir? 9 idi. Bu da cavab olaraq nə eləyəcək? Hansı ki 2055 edəcək. Cəmi də soruşurdu. 2055-i də düzgün variant olaraq götürəcəyik. 10-cu sual. DNT-nin müəyyən bir sahəsində hidrogen rabitələrin sayı 2601 və A nükleotidlərin sayı 96-dırsa, kükürt nükleotid, daha doğrusu sitozin nükleotidlərin sayı nə qədərdir? Hansı ki, burada baxırıq. Hidrogen rabitəsini 2601 veribdir. Biz də bilirik ki, 2 adenin, yəni rabitə sayı adeninlə timin arasında 2 ədəd olur. Sitozinlə guanin arasında da 3 ədəd olur. 3 də sitozin cəmi eləyib 2601. Hidrogen rabitəsidir bu. Biz buradan adenini bilirik, düzdürmü? 96 bilirik ki, 2 vurulsun 96 şəklində tapırıq, yazırıq daha doğrusu. Üstə gəlsin 3 sitozin bərabərdir yenə 2601. Burada 2-ni 96-ya vurduqda 192 eləyir. Yəni 192 plus 3 sitozin bərabərdir 2601. Sitozini də tapmaq üçün nə edirik? 192-ni 2601-dən 192-ni çıxırıq. 3 sitozin edəcək 2409. Sitozin sayı nə qədər eləyəcək? 2409-u, yəni bölməliyik burada 3-ə. O da eləyəcək 803. Bizdən də eləyəcək sadəcə sitozin nükleotidin sayını soruşduğu üçün 803-ü doğru variant olaraq götürəcəyik. Belə. 11-ci sual. İnsan orqanizmində verilmiş hansı bədən boşluğunda hormon hazırlayan vəzi olmur? Burada təbii ki, çanaq boşluğu, qarın boşluğu, kəllə və döş boşluğu mümkün qədər götürülür təbii ki. Bir tək ağız boşluğunda hormon hazırlayan vəz olmayacaq. Hansı mülahizə doğru deyil? Quru və yaxşı günəş şüası düşən yerlərdə vərəm törətisinin çoxalma ehtimalı daha azdır, təbii ki. Çünki ümumiyyətlə vərəm törədiciləri heç bir şəkildə quru mühitdə, işıqlı mühitdə olmurlar. Vergül şəkilli bakteriyalar vibrionlar adlanılır. Doğrudur. Bakteriyalar bir hüceyrəli orqanizmlərdir. Doğrudur təbii ki də. Bəzi bakteriyalar, doğrularımızı yazaq. Bəzi bakteriyalar simbiyoz əmələ gətirir. Simbiyoz şəkildə yaşayan təbii ki bakteriyalarımız mümkündür, var. Bakteriyalarda avtotrof qidalanma mövcud deyil deyir. Mövcud deyil dediyi üçün və doğru olmayan variantımız bu olacaq. Çünki avtotrof qidalanma təbii ki mövcuddur. Çiçəkli hansı fəsiləsində yarpağın, deməli, çiçəklərin hansı fəsiləsində yarpağın 3 damarlanma tipi vardır? Bu, dərsliklərdə də hər zaman qeyd olunur ki, zambaq çiçəklərdə 3 növ damarlanmanın hər üçü də, tipi də mövcuddur. 14-cü sual. Qan insanın ağciyər kapilyarlarında 50 mm məsafə qət etmişdir. Bu zaman ərzində həmin insan ürəyinin qulaqçıqları nə qədər vaxt işləmişdir? Aha. Bunu necə tapacağıq? Hansı ki, biz bilirik ki, ağciyər kapilyarlarında sürət nə qədər olur? 0,5 mm. Daha aydın yazaq bura. 0,5 mm böl saniyə. Və hansı ki, məsafənin də 50 mm qeyd olunubdur. Buradan biz zamanı tapa bilərik. Zamanı tapmaq üçün nə eləyəcəyik? Hansı ki, məsafəni, yəni 50-ni böləcəyik bu şəkildə sürətə 0,5-ə və buradan zamanımızı nə qədər tapacağıq? 100 saniyə. İndi buna uyğun olaraq həmin insanın ürəyinin qulaqçıqları bu qədər vaxtda nə qədər işləyibdir? Bilirik ki, 0,8 saniyənin 0,1-i qulaqçıq işləyirsə, bəs yaxşı 100 saniyədə nə qədər işləyər? Buradan tapacağıq ki, 100-ü 0,1-ə, yəni buradan sıfırlar da ixtisar getsin, 1-ə vurub 8-ə böldükdə, 100-ü 8-ə böldükdə eləyəcək cavabımız hansı ki 12,5 saniyə. Yəni D variantı. 15-ci sual.
Kələm kəpənəyi tırtılının ağız aparatı quruluşuna görə hansı yetki nəşriyyatın ağız aparatına uyğun gəlir? Bildiyimiz kimi kələm kəpənəyi tırtılı soruşduğu üçün bu gəmirici ağız aparatıdır və burada da gəmirici ağız aparatı may böcəyində mövcuddur. Aptek bir otu, yonca, çiyələk, zəncir otu, kartof nümunələrində hansı fəsilənin nümayəndəsi yoxdur? Biz buradan təbii ki, nələri görəcəyik? Mürəkkəb çiçəkləri də görürük. Paxlallar da görürük, gül çiçəkləri də görürük, daha sonra badımcan çiçəkləri də görürük. Lakin xat çiçəkləri görə bilmirik deyə xat çiçəkləri düzgün variant olaraq götürəcək. Yəni xat çiçəklər yoxdur burada. 17-ci sual. Hansı canlının ontogenezi dişi fərdin orqanizmindən başlamır? Dişi fərdin orqanizmində başlamayan hansılardır? Yəni burada biz nəyə götürəcəyik? Xarici mayalanma. Xarici mayalanma ontogenez hardan başlayır? Yəni dişi fərdin orqanizmindən başlamayan soruşduğu üçün göyərçin quşlara aid deyil, kərtənkələ sürünənlərə aid deyil, may böcəyi şaratiyana aid deyil, kenguru da məməlilərə aid olub. O da yenə bu variant deyil. Bir tək göl qurbağasında ontogenez dişi fərdin orqanizmində başlamaz. 18-ci sual. Əgər qadında 5 eyni yumurta əkizləri doğulmuşdursa, bu yumurta hüceyrənin mayalanmasında neçə spermatozoid iştirak etmişdir? Əgər eyni yumurta əkizi soruşursa, baxın, hər zaman bu belədir. Eyni yumurta əkizində spermatozoid bir dənədir. Və burada düzgün variantımız da elə bir dənədir. Müxtəlif yumurta əkizlərinin 5-ini də ayrı-ayrı versəydi, təbii ki, 5 ayrı spermatozoid götürərdik. Amma 5-i də eyni yumurta əkizi olduğu üçün mümkün deyil ki, bir spermatozoid iştirak edir sadəcə. Bir canlının mitoz bölünməsinin metafaza mərhələsində 32 xromatid sayılmışdır. Buna görə bu canlının qametində neçə xromosom olmalıdır, deyir. Baxaq. Mitoz bölünmənin metafaza mərhələsidir, hansı ki 2N 4C kimi gedəcək. 32 xromatid sayılıbdırsa, yəni 4C olaraq sayılıbdırsa, biz buradan deməli, neçə tapacağıq? C-ni 8 olaraq tapdıq və 2N-i necə tapırıq? Hansı ki ümumi olaraq baxırıq, 16 eləyir, onun yarısı qədər. 16-mızı qeyd eləyək. N sayımız, yəni xromosom sayımız nə qədər olacaq? 16-nı 2-yə böldükdə 8 ədəd xromosom sayı mövcud olacaqdır. 20-ci sual. Dərman bitkiləri. Burada dərman bitkiləri baxdıqda hansını görürük? İt burnu, yer kökü çox istifadə olunmur. İt xiyar deyil. A variantı getdi, bənövşə deyil. C-də it burnu, gül xətmi, yemişan, çoban yastığı təbii ki budur. D-də qida olaraq istifadə edirik portağal, gilas, limon, naringi. Limon hardasa dərman sayıla bilir, amma tam olaraq deyil. Kartofda qeyd olunubdur deyə 20-də yalnız C-ni götürəcəyik. 21. Qıcıkimlərin əksəriyyətinin yeraltı hissəsi, hansı ki burada bilirik ki, əsas kök yoxdur. Əsas kökləri onsuz da ilk başdan götürürük. Amma baxın, məsəl üçün qıcıkimlər deyir, meyvə kök qeyd edilib deyə D-ni də əliyirik burada. Və kök yumrularda deyil, bir tək kökümsovdur. Hansı kökümsov? Əlavə və yan kökləri olan kökümsovdur. 22. Əgər qadın orqanizmində sarı cisim fazalarının ümumi müddəti ən çoxu 520 həftə çəkibdirsə, onda bu qadının maksimum neçə yaşı olar? 28 günlük sikl şəraiti və hamiləlik olmayıb. Təbii ki, bu qanunlar hər zaman bu cür yazılır. İndi 520 həftə veribdirsə bizə, biz buradan bilirik ki, bir dəfə aybaşı zamanı ya da ki, sarı cisim fazası 2 həftə çəkir, düzdürmü? Bəs yaxşı, 520 həftədirsə, neçə dəfə olubdur bu sarı cisim fazası, ovulyasiya, aybaşı fərq etməz, hər birinə aiddir. Buradan tapdıq ki, x-imiz neçədir? 520-ni biz 2-yə bölməliyik, olacaq 260. 260 ovulyasiya keçirib, tutaq ki. Bir ildə hansı ki 13 dəfə keçirirsə ovulyasiyanı, aybaşını, bəs neçə ilə 260 ovulyasiya düşür? Buradan yenə x-i tapmaq üçün eləyirik, 260-ı 13-ə bölürük, eləyir 20 il.
və maksimum müddətdə soruşur. Maksimum neçə yaş? Maksimum deyirsə, yəni bunun neçə, hansı ki 12 yaşdır. 20 ilin üzərinə 10-12 yaşdan maksimum deyiləndə 12 götürürük ki, qadının neçə yaşı olacaq? 20 il plus 12 yaşı, 12 ili eləyəcək 32 yaş. Qadının 32 yaşı var imiş. 23-cü sual. Gözün quruluş elementlərindəndir. Bəbəyin arxasında yerləşir. Bulanması katarakta xəstəliyinə səbəb olur. Haqqında danışanlar nədir? Hansıdır? Təbii ki, bu mütləq şəkildə billurdur. Bunu çox rahatlıqla bilərsiniz. 24-cü sual. Daxili sekresiya vəzləri C ilə işarə olunub, xarici sekresiya vəzləri B ilə, qarışıq vəzlər A ilə. Hansı münasibət doğrudur? Təbii ki, ən çox hansılar olur? Biz bilirik ki, xarici sekresiya vəzləri daha çox olur. Yəni birinci olacaq. Daha sonra daxili sekresiya vəzləri olacaq və qarışıq vəzlər olacaq. Bu da hansı variantımızdır? B böyükdür C-dən, o da böyükdür A-dan, yəni Y variantı. Buradakı işarələnmələr təbii ki, çaşdıra bilir. Ona görə biraz daha diqqətli olmalıyıq. Ev itinin latınca adı, bunu nə olduğunu bilirik yəqin ki. Canis familiaris ev itinin latınca adlandırılmasıdır. 26-cı suala baxaq. Qırmızı kitaba düşən bitki və heyvanların sayı nə qədərdir? Heyvanların sayı 108, bitkinin də sayı 140-dır ki, dərsliklərdə mütləq şəkildə qeyd olunubdur. 27-ci sual. Prokaryot hüceyrədə üzvü maddələrin parçalanması harda başlayır, harda sona çatır? Aha, prokaryot hüceyrə, yəni burada bakteriyadan söz gedir və biz buradan məsəl üçün ilk öncə nəyə götürməliyik? Üzvü maddələrin parçalanmasını deyir və harda başlayır, harda sona yetir, onu göstərir. Və biz də bilirik ki, başlanma sitoplazmada gedir və parçalanma, yəni daha doğrusu sonlanma isə nüvədə rast gəlir, nüvədə gedir ki, bu da sitoplazma nüvə variantı olacaq. Ribosomu heç bir şəkildə götürmür, üzvü maddələrin parçalanması soruşur çünki. Döş qəfəsinə malik deyil. Göstərilən variantlardan məməlilər, quşlar, sürünənlər qeyd olunubdur. Lakin sürünən olmasına baxmayaraq demişdik ki, ilan və tısbağalarda döş qəfəsi olmurdu. Və bu da tısbağadır. 29-cu sual. İnsanda virusların törətdiyi xəstəliklər, hansı ki, burada virusun törətdiyi xəstəlik nə olacaq? Təbii ki, qrip xəstəliyi olacaq. 30-cu sual. Xromosom mutasiyalarında sahənin çatışmazlığı hansı xəstəliyə səbəb olar? Baxın, sahənin çatışmazlığı deyirsə, bu hansı sindrom olur? Mütləq şəkildə Lejen sindromudur ki, burada xromosom mutasiyası idi və səbəbi də, yəni əsas başlanğıcı da sahənin çatışmamazlığından irəli gəlirdi. 31-ci sual. Hansı ki, hansı maddə böyük ehtimal ki, burada denaturasiya qeyd olunmalıdır? Denaturasiya. Hansı maddələr denaturasiyaya uğrayır? Biz burada hansını götürməliyik? Baxaq, zülal olaraq glukozanı bilirik, zaten pektini də bilirik mürəkkəb maddə olaraq, histidin, lisin olmadığı halda bir tək burada denaturasiyaya uğrayan keratin zülalıdır. Ümumiyyətlə, denaturasiyaya uğrayanlar zülallardır. 32-ci sual. Stabilləşdirici seçməyə aiddir. Burada baxaq, gecə kəpənəyi, tez çiçəkləyən çınqulutunun yaranması, şovulların antibiotika dözümlü olması, bunların heç biri deyil təbii ki də. Boz dovşanın qulaq seyvanı və yırtıcı balıqların iri və cırtdan formalarının yaranması. Yırtıcı balıqların iri və cırtdan formalarının yaranması da stabilləşdirici deyil. Burada bir tək stabilləşdirici seçmə boz dovşanın qulaq seyvanıdır ki, onu götürəcəyik. 33-cü sual. Selluloza olur. Selluloza bilirik ki, mürəkkəb karbohidratlardır. Mürəkkəb karbohidratlardan ümumiyyətlə burada biz mütləq şəkildə yadınızda saxlayırsınız ki, insanda pişikdir, yəni məməlilər də qeyd olunubdur. Bir tək burada mollyuskaları götürə bilər ki, mollyuskalardan da göl ilbizini götürürük ki, selluloza var tərkibində. Və adətən selluloza biz deyirik ki,
bitkilərə xas xüsusiyyət, yəni canlılarda, daha doğrusu heyvanlar aləmində çox da rast gəlinmir. 34-cü suala baxaq. Uyğunluq pozulmuşdur. Dərinin üst qatı epidermis adlanır. Doğrudur. Dərinin pi qatı birləşdiricidir. Bəli, birləşdirici toxumanın zaten bir növü pi qatıdır. Yəni birləşdirici toxumadır. Əsl dəri birləşdiricidir. Əsl dəri bəli birləşdirici toxumadır. Derma. Reseptorlar sinir toxumasıdır. Tərvəziləri birləşdirici, təbii ki bu yanlışdır. Tərvəziləri birləşdirici toxumaya aid deyildi. 35-ci sual. Soxulcanın sinir sistemi deyirdik ki düyünlərdən təşkil olunmuşdur və qarın sinir zənciri, udlaq üstü, udlaq altı düyünlər özdə və sinir halqalarından təşkil olunmuşdur ki bu hansı növ sinir sistemidir? Düyünlü. Ödün funksiyası deyil. Baxaq. Yağların həzmini asanlaşdırır. Doğrudur. Bunu doğru olaraq üzərinə plus qoyaq. Məddədən gələn turş qida horasını neytrallaşdırır. Düzdür. Zərərli maddələri xaric edir. Doğrudur. ADYK vitaminlərinin sorulmasını asanlaşdırır. Doğrudur. Selulozan bakterial parçalanmasını təmin edir. Selulozan bakterial parçalanmasını təbii ki də təmin etmir. Bu ödün funksiyasına aid xüsusiyyət deyil ümumiyyətlə. İnsanın 2 lənk yuxu fazasının maksimal davam etmə müddətində sərf etdiyi enerji təqribən neçə qram zülal parçalaması zamanı yaranan enerjiyə bərabərdir? Aha. Burada nəyə diqqət edirik? Hansı ki 2 lənk yuxu fazasının maksimal davam etmə müddəti nə deməkdir? 2 lənk yuxu fazası deyil. Ümumiyyətlə 1 lənk yuxu fazası 1/5 idi. İkisini birdən soruşduğu üçün nə edəcək? 3 götürəcək. 1/5 üstə gəlsin. 1/5 eləyəcək ümumi 3 saat. İndi bu müddətdə sərf etdiyi enerji. Deməli, biz bilirik ki, deməli 2 lənk maksimal davam etmə müddəti, yəni yatdığı halda insan nə qədər enerji əldə edir? 30 dəqiqədə 100 kilojoule enerji hasil edirsə, sərf edirsə daha doğrusu 3 saata, yəni 180 dəqiqəyə nə qədər olacaq? İlk bunu tapırıq. Buradan da alınır ki, ümumi olaraq x-imiz olur 600 kilojoule. İndi 600 kilojoule. Daha sonra nəyi tapırıq? Təqribən neçə qram zülalın parçalanması zamanı yaranan enerjiyə bərabərdir? Aha, bilirik ki 1 qram zülal parçalandıqda 17-16 kilojoule enerji ayrılır. Düzdürmü? Bəs yaxşı 600 kilojoule enerji əldə etmək üçün neçə qram deməli zülal parçalanmalıdır? Bu zaman 600-ü böləcək 17,16 kilojoule. Bu da eləyəcək bizdə nə qədər? Hansı ki 617-16'ya böldükdə eləyəcək 34 qram. Və bizə elə zülalın qramını ümumiyyətlə soruşurdu, çəkisini soruşurdu. Bu da eləyəcək elə kütləsi 34 qram. 38-ci sual. Kökümsov gövdədən bilavasitə əmələ gələ bilər. Kökümsov gövdə demək gövdənin artıq bir şəkil dəyişməsidir. Və biz demişdik ki, gövdə və yarpaqdan əmələ gələn hansı köküydü? Bu olacaq. Nə? Deməli, əlavə kök. 39-cu sual. Ara ailəsində cəmi 1500 fərd var. Bunlardan 100-ü erkək, qalanları isə dişi fərddir. Bu ailədəki fərdlərin əmələ gəlməsi zamanı mayalanmada neçə hüceyrə iştirak etmişdir? Ümumi 1500 fərd varsa, 100-ü erkək, qalanları dişi fərddir. Yəni bunun 100-ü erkək partogenezləyən mayalanma getmədən çoxalır. Və 100-ü çıxırıq ki, tapırıq 1400-ü, hansı ki mayalanma gedərək. Bizə də lazım olan budur, mayalanmada soruşur. Və 1400-ü ana və işcarların payına düşür ki, bunu nə eləyəcəyik? Hansı ki 2-yə vuracaq. Edəcək ümumilikdə 2800 mayalanmış hüceyrə, mayalanmış. Yox, əgər ümumi hüceyrə soruşsaydı, təzədən üzərinə yenidən biz burada partogenezi də götürə bilərdik, amma sadəcə mayalanmada neçə hüceyrə iştirak etdiyini dediyi üçün 2800 hüceyrə götürəcəyik, doğru variant olaraq. 40-cı sual. Gölməçədə göl ilbizləri vanadontalarda cəmi 40 ayaq və 40 sifon varsa onlarda neçə göz olar?
Bildiyimiz kimi göl ilbizi və anodontada göl ilbizində bir ədəd əzələli, anodontada da bir ədəd yenə ayaq var idi. Yəni 2x olaraq götürürük 40 ayaq var. Və 40 da sifon var. Biz də bilirik ki, təbii ki, göl ilbizində olmayacaq, amma iktaylar, anodontalarda 2 sifon var. O da 2x bərabərdir 40-dır. X sayı 20 tapırıq burada. 20 nədir? 20 ayaq tapdıq. Buradan da yenə 20 də hansı ki sifon tapdıq. Aha. İndi onlardan neçə göz olar soruşur. Biz bilirik ki, sifonun bizə artıq ehtiyacımız yoxdur. Çünki göz soruşursa göz təkcə göl ilbizindədir. Və əgər göl ilbizində heç buna ehtiyac da olmaya bilər. Məsəl üçün, göl ilbizində 20 ayaq varsa, bir göl ilbizində bir ayaq olur, 2 də göz olur, düzdürmü? 20 ayaq varsa, onun neçə gözü var? 2 dənə də göz. Yəni 20 ayaq 20 fərd deməkdir. Göz sayını dedikdə 2-yə vuracağıq, ümumilikdə olacaq 40 ədəd göz. Belə. 41-ci sualımız. Qaranlıqda saxlanmış bitkinin yarpaq sahəsində 200 süngər, 3 üstünvari toxuma var, 60 da ağıcıq varsa, onda həmin sahədə neçə hüceyrədə xlorofil əmələ gələr? Bildiyimiz kimi süngər və üstünvari toxumalar fərq etmir. Hər birində xlorofil yaranır. Sadəcə olaraq say fərqi var, azlıq, çoxluğu baxımından. 60 ağıcıq da varsa, deməli burada 200 süngər üzərinə gəlirik, 300 üstünvari toxuma, onun da üzərinə gəlirik, 60 ağıcıq, deməli bir ağıcığa 2 qapayıcı hüceyrə düşür, düzdürmü? Və əgər 60 ağıcıq varsa, burada nə qədər hansı ki qapayıcı hüceyrə olacaq? 120. Buradan da tapırıq 200, 300 plus 120 eləyəcək ümumi olaraq 620 hüceyrə. A variantı. 42-ci sual. Göyərçinin quyruq hissəsindəki iri lələklər necə adlanır? Quyruq hissəsindəki iri lələklər təbii ki, sükan lələkləridir. 43. Kişi orqanizminin sayı əzələ hüceyrəsinin neçə autosom müxtəlifliyi var? Biz bilirik ki, ümumiyyətlə saya hüceyrə verib də autosom müxtəlifliyini soruşursa 44-dür. 46 xromosom müxtəlifliyinin 44 autosom, ikisi cinsi xromosom müxtəlifliyidir. Cinsi müxtəlifliyidir ki, 44 götürürük. 44-cü sual. Heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti istiqamətləndirici cisim verirsə, nə olur olsun biz bunu haploid götürməliyik. 45-ci sual. Kartofun vətəni haradır? Kartofun vətəni təbii ki də Cənubi Amerikada. 46-cı sual. Verilən amin turşulardan hansının tərkibində kükürt yoxdur? Sisteyində mütləq şəkildə kükürt var, lakin valin, alanin və leysində kükürt olmur. Yəni sisteyini biz zaten dərslikdə də hər zaman verilir ki, radikalında kükürt rast gəlinir. Biopoiz fərziyyəsinin banisi kimdir? Sözsüz ki, Bernalddır. 48-ci sual. Tozlayıcı həşəratların sayının artması ilə əlaqədar olaraq həşəratla tozlanan bitkilərin məhsulunun artması hansı ekoloji amilə aid olunur? Yəni aiddir. Bu tozlayıcı həşəratın sayının artmasını soruşur ki, bundan da həşəratla tozlanan bitkilərin məhsulu artır. Bu təbii ki, bizdə biotik amildir. Daha sonra 49-cu sual. Örtülü toxumlar hansı dövrdə meydana çıxmışdır? Təbaşir dövründə. Və sonuncu sualımıza baxaq. 50-ci sual. Əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litr, aşağı boş venada ürəyə gələn qanın miqdarı 15 litrdirsə, 1 dəqiqə ərzində yuxarı vena ilə ürəyə gələn qanın miqdarını tapın. Tutaq ki, bu şərt heç yoxdur. Biz bilirik ki, aortaya ümumiyyətlə gələn qanın miqdarı, qovulan qanın miqdarı həm aşağı, həm də yuxarı boş venalardakı ilə bərabərdir, cəmi ilə bərabərdir. Burada 25 litr veribdirsə, 25 litrin yuxarı və aşağı hissələri var, düzdürmü? Yuxarı vena, aşağı boş vena. Və şərtdə də bizə 15 litr veribdir ki, aşağı boş venadır. Bəs yuxarı boş venaya nə qədər düşəcək? O da olacaq 10 litr. Bu belə. Və 1 dəqiqə ərzində yuxarı vena ilə ürəyə gələn qanın miqdarını soruşur bizdən. Şərtdə 5 dəqiqə veribdir. Aha, əgər ki, deməli, 10 litrin, yəni bizə nəyi soruşur? Yuxarını soruşduğu üçün deyirik. 10 litr qan
Aşağı boş venaya 5 dəqiqə ərzində qovulubdursa, bəs yaxşı 1 dəqiqə ərzində nə qədər qan qovulacaq, onu tapmalıyıq. X-imiz də eləyəcək nə qədər? 10-u 5-ə bölüb tapırıq ki, 2 litr qan edəcək. Harda? Aşağı boş venada. Daha doğrusu bizə nəyi soruşurdu? Yuxarıya, düzdür. Və bu da eləyəcək 2 litr A variantı.